Değerli Aftab kanal izləyiciləri, hər biri salamlarıq, yeni videomuza xoş gəlmisiniz. Bugünkü videomuzda çıxmışıq yenidən Sumqayıt maşın bazarına və buradan sizə Mercedes Vito Viana avtomobili təqdim etmək istəyirəm. Birinci avtomobilimiz yürüyüşü nə qədərdir? 289.000 yürüyüşləndir. Avtomat sürətlə qutusudur. Məlumatlar verəsiniz. 2009'du, 646 115 motordu. Aha. Heç bir problemi yoktu. Her şey işlek vəziyyətdədir. Tavanı da bu cürdür. 7 plusda 1'dir. Dəridir, salonu və kondisioner işlə vəziyyətdədir. Qoşa kondisionerdir. Qoşa kondisionerdir. Aha. Yəni neçə il sizlərdə problemlər nə olub, olmayıb? Təzə almışam mən, yəni heç bir problemi yox. Yağ azaltma yoxdur ki? Yox, heç bir problemi yox. Xadava sistemində atma, vurman gecik. Rahat kimi. Aha. Əlaqə nömrəsini deyirsiniz? Yol 50 419 48 82. 48 82. Çıx avtomobili çöl vəziyyətinə də baxaq. Axırda qiymətindən soruşarıq. 7 plus 1'dir. Fiyalət Benson Padpresdir. Həmişəki olduğu kimi 4 dənə altına təzə təkəri. Qiymət nə qədərdir? 4000 deyirəm, razılaşarıq. 24.000 maşın qiyməti deyilir. Real alıcı olsa, oynanır alışma olacaq. Çürük pasta yoxdur da. Yəni bütün sistemində, xalo sistemində heç problem yoxdur. Ot sür maşını birinci günə, Salakan tök, ot sür. Əslində çörək maşınıdır. İstəyənlər olan zəngə əlaqə saxlaya bilər. Əlaqə nömrəsi də deyilir. Növbəti bir Vito Viana təqdim edeyim. 396.000 yürüyüşlə avtomat sürətlə qutusu. Bunun salonu parça salondur. Salonu isə sərgiyə vəziyyətdədir. Android monitoruna qədər varıdır. Sizin qızranları. İl nədir? 2010-cu ildir. 646 111 646 Zimni qabaq təkərdir. Qış üçün nəzərdə tutulmuş. Bu avtomobilin qabaq səsidir. Qapısı iki tərəfdən də açılır. Həm oradan, həm buradan. Deməli, ili 2010'dur. Bu da avtomobilin bagajı. Qarşı məlumatda zəhmət olsun deyirsiniz. İli 2010'dur. Başqa nə məlumatda deyə bilərsiniz? Qoşa qapıdır. 646 111. Kondisioner var. Kondisioner var. İşləkdir. Tək qabaqdır. Aha. Qoşa deyil. Sonu 23.500. 23.500. Sonu sahibi deyir. Bəs reallıq olsa tüt, yəni belə bir şey var. Güzel danışma var maşın. Aha. Maşın yanında danışma var. 1 illik davranış verir. Əlaqə nömrəsini deyirsiniz? 70 891 27 38. 27 38. Maşınlara baxa bilərlər. Harda istəsələr. Altında çürük pası, Heç şey yoxdur. Maşın göz qabağı. yağ azaltma yoxdur ki. Növbəti bir Mercedes Viana təqdim edim sizə. 473.000 yürüyüşüdür. Dəri salonlandır. Avtomat sürətlə qutusu, piyaner maqnitofon dayanır. Birinci sahibinin məlumatında var. Salam ver, qazan ol. Aha, məlumatdan təzən deyək. Deməli, maşın 2009-cu ildir, avtomat qarabqa, 2 motor, maşın əla vəziyyətdədir, heç bir problem yoxdur.
Sürücü pası yoxdur. Yox, yox. Arası vapar yoxladıra bilərlər. Bəli, Motorunda yazılma yox. Yox. Vuruq da olur. Dəyişən Yox. 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 Maşın bildiğiniz kimi icra vəzifədə 4 dənə altında təptəz təkəri var. Salonu dəri salondur. Avtomat sürətlər qutusu ilə. Gəl. Və bu da bunun salonu. Deməli dostlar, sizə növbəti bir Vito Viana'nı təqdim edeyim. Mexanik sürətlər qutusudur. 573 mində yürüşdür. Mandor monitor olduğu kimi var. Ev ayıq altı. Avtomobil salonu yüksək keçiddə. Burada parça salondur. Tavan isə bu cürdür. Sərgə vəzifəli salonu. Təkərlər də təzədir. Ramatdan deyə bilərsən. İl nədir? İl 2007-dir. Dəyişən iti alıb, vuruq da olub. 8+1-dir, dəyişən iti alıb, vuruq da olub. Arxa qapılar dəyişən. Motorun yazılma yoxdur. 646'da 111. Avtomobil sərgə vəzifədir. Bu avtomobilin arxa hissəsi. Qiymət neçədir? Qiyməti 24 minə sahibi qiymətini deyir. Real alıcı olsa aşağıda olacaq. Bir əlaqə nömrəsi 643 055 055 643 13 13 11. Maşına hala baxa bilərlər. Hala baxa bilərlər. Sumqayıt ərazisində maşına baxa bilərsiniz. Dostum, növbəti bir avtomobili təqdim edirəm sizə. Salonu sərgə vəzifədir. Deməli, Android monitoru, mexanik sürətlər qutusu, zavod pasajir. Tavansı buzurdu. Rəng formasının adı yazın dostlar. Vito Viana avtomobili necədir? Alardınızmı bu avtomobili yoxsa yox? Hamının fikri maraqlıdır mənə. Və onu da qeyd edeyim ki, avqustun 23-ü mənim ad günümdür. Və sizdən xahiş edirəm ki, mənim kanalıma abunə olasınız. Həm dəstək, həm də motivasiya verəsiniz mənə. Avqustun 23-ünə az qaldı. Sizin yeganə hədiyyəniz mənə kanala abunə olmaq olacaq. Deməli, il nədir? 2009-cu ildir. 115 motordur. 26 yarıma sahibi qiymətini deyil. Dəyişən tavuru da olub. Yox. Təzə gəlib başa. Biri. Qiymətə keçərsiniz də gəlir. Əlaqə nömrəsini də verirsiniz. 051 973 93 19. Növbəti bir Mercedes Vito Viana'nı təqdim edirəm sizə. 601 min yürüşdür, avtomat sürətlər qutusudur, Android monitoru var. İl neçədir? 2009-dur, zavod pasajirdir. Ekstra long qoşa kondisioner. Ekstra longdur, qoşa kondisioner. Qoşa qapı. Qoşa qapı. Parça salondur. Salonda sərgə vəzifədir.
sökükdən söz gedə bilməz. İli 2009-dur. 2011'e yığılıb. 2011-də yığılıb. Dərşini talı, vuru da olur. Heç nə deyil. Motorlu yazılma yoxdur ki. Yox, yox. Motorumuz yox. Motorlu yazılır. Öz avtomat korobkadır. Buradan da qapısı var. Bu da avtomobilin arxası. Əlaqə nömrəsini deyərsiniz. 10 228 41, 41 99. 41 99. Maşının qiymətinə qədər 7500 deyirəm. 23500 sahibi qiymətini deyir. Real alıcı olsa endirim də olacaq. Burasını lazım göstərəm sizə. Salam qardaş, bazar olsun. Sağ olun, Mehmet dayı, sağ olun. Bili nədir? Biri 2009.